testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Saylardan hansı biri digərindən fərqlənir? 1050 miqdar sayıdır. Üçüncü sıra sayıdır. 7 miqdar sayıdır. Xeyli miqdar sayıdır. Üçüncü sıra sayı olduğu üçün fərqlidir. Uyğunluğu müəyyən edin. Saydır, sıra sayıdır, mürəkkəbdir. 15 mürəkkəbdir, saydır, amma miqdar sayıdır, sıra sayı deyil. 22-ci saydır, sıra sayıdır, həmçinin də iki sözün birləşməsindən əmələ gəlib mürəkkəbdir. 6-cı sıra sayıdır, ancaq düzəltmədir, mürəkkəb deyil, bir çox qeyri-müəyyən miqdar sayıdır. 506 sayı haqqında deyilənlərdən hansı doğrudur? Miqdar sayıdır, doğrudur. Ədədlə yazılışında 3 rəqəmindən istifadə olunur. 500 3 rəqəmindən istifadə olunur. 506. 506 rəqəmindən istifadə olunub. Həqiqətən də 3 rəqəmindən istifadə olunub. Neçə sualına cavab verir? Doğrudur. Sadə sayıdır, xeyr. 3 sözün birləşməsində əmələ gəlib mürəkkəb sayıdır. Uşaqlar üstündə say yazılmayan şarlara havaya uçurmaq tapşırıldı. Hansı rəngli şarlar havaya qalxdı? 1-2 təxmini miqdar sayıdır. 4-cü sayıdır, Roma rəqəmi ilə yazılmışdır. Dolu, dolu sözünü həm isim kimi düşünmək olar, həm də sifət kimi amonim sözdür. Dolu, göydən yağan dolu mənasında, yağış mənasında isimdir. Dolu, nə? Dolu. Amma dolu verdirə desək, dolu qab desək, necə, nə cür qab? Dolu qab. Burada olur sifət. Rəssam isə kim sualına cavab verir? İsimdir. Sarı və mavi hardadır? D bəndində. Verilmiş şeirdə saylardan neçəsi səhv yazılıb? 1, 2, bizimki 3, 4, qapını ört, 5, 6, daş altı, 7, 2 dənə D olmalıdır. 7, 8, Firəngiz, 9, 9, 2 Q ilə yazılır. 9, 10, qırmızı don. Neçə sözdə? 4 sözdə səhvlik oldu. 23-cü, 19-cu ədədləri ərəb rəqəmi ilə hansı variantda düzgün verilmişdir? 23-cü, 19-cu burada düzgün verilibdir. Kimin söylediği ədəd 3 sözdən ibarətdir? Aydın deyir ki, 254. 254. Burada 3 rəqəm var, amma sözlər ifadəsində baxın 4 sözdən istifadə olundu. 254. Nərgiz 356. Burada da 4 sözdən ibarətdir. Vaqif 206 deyir. 206. Burada bəli, 3 söz var. Doğru cavab olur C bəndi. Sonra hansı sayın hərflə yazışında şəkilçidən istifadə olunmur? 7-ci şəkilçidən istifadə olunur. 10 istifadə olunmur. Burada 10-cu. Bizə dəqiqə. Burada hərflə yazılışında deyir. Hərflə yazılışında olur 7-ci. 7-ci. Baxın, inci şəkilçi istifadə olundu, amma 10 yazanda şəkilçi istifadə olunmur. Həmçinin burada 10-cu yazanda 10-cu. Roma rəqəmlərini hərflə ifadə edəndə şəkilçidən istifadə olunur. Əşyanın təqribi sayını bildirən sözün işləndiyi cümlə hansıdır? Müsahibədə 5 nəfər qalib gəldi. Say dəqiqdir. Jalə 4-cü kursda oxuyur. Say dəqiqdir. Ailə 5-ci sırada dayanmışdır. Dəniz oxumaq üçün çox kitab oxudu. Nə qədər kitab? Çox kitab. Qeyri-müəyyəndir. Verilmiş cədvəlin hər birinə uyğun 5 söz yaz. Yazaq. Dəqiq miqdar sayı. Yaza bilərik 5, 10, 15, sonra 100, 1000. Saylar dəqiqdir. Sıra bildirən saylar. Məsəl üçün yaza bilərik 5-ci, 5-ci, 10-cu, 2-ci, 12-ci, 100-cü. Təxmini miqdar sayları, məsəl üçün 5, 6, 1, 2, 10, 10 və yaxud da 9, 10 yaza bilərik.
9'un çox, az. Bunlar da qeyri-müəyyən miqdar saylarıdır. Verilmiş sıra saylarını Roma rəqəmləri ilə yazın. Yazaq. 5-ci Roma rəqəmi ilə belə yazılır. 51-ci 50 L hərfidir. Yanına 1 yazırıq. 51-ci 46-cı 50, 50-dən çıxaq 10-u, sola yazdıqlarımızı çıxırıq. 50-dən 10 çıxsaq 40, üzərinə də gələk altına 20-ci 2 dənə x-dır. 151-ci 100 C hərfi ilə yazılır. 50 L, yanına da bir dənə 1 yazırıq. 105 C yazdım. 5 də bu cür yazılır. 57 L hərfi, yanında da 7 yazırıq sağında. Sağında yazdıqlarımızı toplayırıq. Böyük ədədlərin sağında yazdığımızı üzərinə gəlirik. Solunda yazdıqlarımızı isə həmin ədəddən çıxırıq. 90-cı isə burada yazaq, burada 10 yazaq. Cümlədəki sayları sözlə ifadə edib yazın. Dünən 10-cu siniflər dərsdə iştirak etmirdilər. Yazaq. Dünən 10-cu siniflər dərsdə iştirak etmirdilər. Deyilənə görə 21-ci əsr texnologiya dövrüdür. Görə 21-ci əsr texnologiya dövrüdür. Sonra Anarın kitab rəfində 518 kitabı var. Anarın kitab rəfində 518 kitabı var. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hər hansı qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində yazıb suallar verməyi unutmayın.